Nəqli keçmiş zaman. Var nəqli, indiki zaman heç yerə bölünmür, gələcək də iki yerə bölünür. Batariyamıza qutarır. Var qəti, Qəti və var qeyri. qeyri. Bir dəqiqə gözləyin dostlar. Hə, demək, qəti bir də var qeyri qəti. Şöhudi keçmiş zaman şəkilçisi əslində sözün özünün içində var. Necə ki dedim, Şuhudi. şəkilçisi aynen başlayır. Şuhudidə də şəkilçisi elə var. Sözün sonluğu d, di, du, dü. Nəqli keçmiş zaman mış, miş, muş, müş və ya ıb şəkilçisi. İndiki zaman şəkilçisi ır, ir, ur, ür. Qəti gələcək zaman şəkilçisi acaq, əcək. Qeyri qəti gələcək zaman şəkilçisi ar, ər. İndi gəlin bunu nümunə yazaq. Məsələn, şuhudi dedim d, di, du, düd. Məsələn, deyirəm yazdım. Yazdı. Görürsünüz d şəkilçisini. Dedim nəqlinki mışdı. Yazmış. İndiki zaman şəkilçisi ır, ir, ur, ürdü. Yazır. Yazır. Qəti gələcək zaman şəkilçisi acaq, Yazacaq. yazacaq. Qeyri qəti gələcək zaman şəkilçisi ar, ərdir, yazar. Aydındır dostlar, haradakı yazar gördünüz, haradakı yazacaq gördünüz, haradakı yazdı gördünüz, haradakı yazmış gördünüz, yazır gördünüz. Bunu da götürürsünüz nə? Xəbər şəkli. Zamanları gördünüz, avtomatik xəbər şəkli götürdünüz. İndi sizə bir şey deyəcəm. Sizə verməz, məsələn, yazar, bu sözü vermir. Verir, məsələn, yazmaz. İndi deyir ki, yazmaz feilinin şəklini tapın. Bu da sizi çaşdırmasın. Avtomatik neyinirsiniz? Yazmaz sözünü təsdiqə çevirirsiniz. Yazmazın təsdiqi nədir? Yazar. Yazar. Yazmaz inkardatda təsdiqə çevirirsiniz, yazar. Görürsünüz ki, burada da ar, ər şəkilçisi var. Qeyri qəti gələcək zamandadır. Əgər qeyri qəti gələcək zamandadırsa, zamanla naşi varsa hansı şəkildədir? Xəbər şəklində. Xəbər şəklindədir. Aydındır. Bəli. İndi birdən aydın olmaz. Kartlara baxarsınız. Onsuz test verməyəcəm. Davamını keçəndə deyəcəm sizə. Testi də birlikdə baxarıq. Müəllimə, yazar sözü isim yəni isim ola bilər, yazısı mənasında. Bəli, kim yazar? Amma ki, söhbət hərəkət mənasından gedir. Durduq yerdə sizə yazar verməz də. Məsələn, o kitabları yazmaz. Belə verər. Belə verir. Bəli. Zərifə müəllimə, bir də bir feildə iki dənə şəkilçi ola bilirdi. Nəsə biz onu Baxın ay dostlar, indi sizə bir söz yazacağam. Elə. Məsələn, deyirəm ki, yazarsan. Bax, burada ar-ərdə yazmışam. Ar-ər dedim nədir? Zaman şəkilçisidir. Xəbər. Elə. Sa-sə də yazmışam. Sa-sədə nə idi? Şərt. Şəkli. İndi adama deyirlər ki, ay müəllim, burada sa-sə də var, ar-ər də var. Hansını götürəm? Bunu xəbər şəkli götürəm, yoxsa şərt şəkli? Yadınızda saxlayın. Mütləq və mütləq birinci şəkilçi nədirsə, nəyin şəkilçisidirsə, onu götürürsünüz. Yəni, bunu zaman götürəcəksiniz. Yəni, xəbər şəklində. Yaxşı. Məsələn, deyirəm yazmalısa. Yazmalısa. Malı nəyin şəkilçisidir? Vacib. Şəklinin. Artıq siz bunu vacib şəkil götürməlisiniz. Da bu sahə şərtdirmi, deyilmi buna baxmırsınız. Yaxşımı? Yaxşı. Birincini götürürük demiş. Hə, bax elə o söz olar ki, sanki elə bilərsiniz ki, bir sözdə iki zaman var. Məsələn, deyirəm ki, gəlirmiş. Gəlirmiş. Bax, ir indiki zaman şəkilçisidir. Mışdakı bayaq yazmışdım ki, İmiş. Amma siz bunu hansı zamanda götürəcəksiniz? indikidə. Bəli, indikidə. Birinci şəkilçi nədirsə, onu götürəcəksiniz. Yaxşımı? Sərxanın aydın oldu sizə də. Bəli, aydındır. Zeynəb bəy sizə də aydın oldu. Müəllimə. Yəni əslində sizə deyim ki, buradakı mış keçmiş zaman şəkilçisi deyil. Bu idi, imiş. İsənin qısaldılmış forması. Bu şəkilçilər deyil.
Bunlar hissəcikdir, amma isə bu hissə lazım deyil. Siz bir dənə bilin ki, buradakı ır, ir, ur, birinci nədirsə onu götürürük. Yaxşımı? Yaxşı. Sonra nə qaldı ay dostlar? Bir də dedim ki, şəkilçiləri qrammatikdir. Yəni leksik şəkilçi saymırıq. Bir də qaldı feilin növləri. Feilin də dedim neçə növ var? 6. Altı. Məlum, Məchul, qayıdış, qayıdış, icbar, Qonşuluq, şəxsiz, icbar, qarşılıq, birgəlik. və qarşılıq birgəlik. Qarşılıq birgəlik. Bir dənə yadınıza saxlayın. Bayaq dedim ki, şəkillərin şəkilçisi, yəni A, Ə-dir, malı, məlidir, ır, irdir, A səsidir. Bunlar qrammatikdir. Amma məlum növdür, məchul növdür. Bunların şəkilçisi olacaq leksik. Yaxşımı? Yəni söz düzəldici şəkilçiləri. Ümumiyyətlə növlər və nədir? Növlər subyektlə obyekt arasında olan münasibəti tənzimləyir. Subyekt nədir? Obyekt nədir? Subyekt işi görən insandır. Obyekt o üzərində iş görüləndir. Məsələn, deyirəm ki, mən kitab oxudum. Buradakı subyekt mənəm. Çünki işi görən mənəm də, oxuyan mənəm. Subyekt mən sözüdür. Obyekt üzərində iş gördüyüm nədir? Kitab. Kitabı oxuyuram. Obyekt artıq nədir? Kitab. İndi məlum növ nədir? Məlum növ çox asandır. Məlum növ də adından bəllidir. Burada obyekt də, subyekt də məlumdur, obyekt də məlumdur. Hər ikisini bilik. Məsələn, deyirəm, mən kitab oxudum. Kitabı kimin oxuduğu məlumdurmu? Bəli. Məndir də, yəni mən deyirəm. Mən oxudum. bəli, Bəli, məlum. Gəldik məchul növə. Məchul növün şəkilçisi var. Il, ın şəkilçisi var. Üstüdür il, il, ul, ül, ın, in, un, ün. Burada nədir? Burada artıq subyekt məchuldur. Yəni işi kim görürsə, bəlli deyil məchul. Bay imtahana düşmüşdür. Deyir ki, gəlin buna cümlə yazın. Kitablar rəfə yığıldı. Birinci sözü kök və şəkilçi ayıraq. Yığmaqdan, yığıl, Yığılmaq, yığılmaq. Всё. Yığıldı. Il, il, ul, ül şəkilçisini gördükmü? Var. Bəli. Baş şəkilçisi var. Il, il, ul var. Biz kitabları rəfə kimin yığdığını bilirik. xeyr, Bax, məlum deyil. Artıq bu növü nə götürəcəyik məlum deyilsə? məchul, Bax, məsələn, deyirəm ki, otaq bəzəndi. Otağı kimin bəzədiyi məlumdur? xeyr, bir, Xeyr. Məsələn, deyirəm, yollar təmizləndi. Yolları kim təmizlədiyi məlumdur? xeyr, xeyr, mənim, Məlum deyil. Yenə deyirəm, burada subyekt məlum olur. İşi kim görür, məlum deyil. Gəldik qayıdış növə. Qayıdış növün şəkilçisi də il, ındır. İndi deyərsiniz ki, müəllimə, qayıdış növ də il, ındır, məchul da il, ındır. Necə seçirik? Baxın, qayıdış növdə iş öz-özünə icra olunur. Bir dənə bunu yadınızda saxlayın. Öz-özünə icra olunur. Yəni, bunu kimsə eləmir də, iş öz-özünə olur. Məsələn, deyirəm ki, güllər açıldı. Elə, güllər açıldı. İndi açıldı sözünün kök və şəkilçisi ayrım görüm. aç, öldü, Ildı. Il şəkilçisini gördükmü burada? Var. Bəli. Güllər get biz açırıq, yoxsa gül öz-özünə açılır? öz-özünə özür açılır. dilərim, Öz-özünə açılır. Bax, məsələn, deyirəm, duman çəkildi. Duman özü çəkilir də, kimsə tərəfindən çəkilmiş. Duman öz-özünə geri çəkilir. Da get mən göydə duman geri çəkmirəm ki. Bəli. Başa düşürsünüz nə demək istəyirəm? bəli, müəllimə, Məsələn, deyirəm validə bəzəndi. Validən kimsə bəzənmir ki, öz-özünə bəzənirmi? Bəli. Nəsə, absurddur, bunu kimsə də bəzəyə bilər, nəsə boş verin. Mən çox razı